bugünə qədər nə Ümumdünya Səhiyyə Təşkilatı, nə bütün Avropa İttifaqı ölkələrində qida təhlükəsizliyinə cavabdeh qurum olan EFSA, Avropa Qida Təhlükəsizliyi Təşkilatı, nə də rəsmi istinad edilməli nüfuzlu beynəlxalq qurum təşkilatından palma yağının özünün nə kanserogen, nə mutagen, nə genotoksik təsiri ilə bağlı bir dənə də olsun elmi məqalə mövcud deyil. Bu məsələ elmi müstəvidə çox aydın tənzimlənib və ən birincisi, əgər belə bir elmi sübut olsaydı bugünə qədər, elə ən birinci beynəlxalq qida qanunvericiliyində bu öz əksini tapardı. Hansı ki, digər bitki yağları ilə bağlı bildiyiniz kimi müəyyən məhdudiyyətlər mövcuddur. Palma yağında nə təhlükə ola bilər? Bütün bitki yağları, o cümlədən palma yağı, kimyəvi və rafinasiya zamanı, yəni təmizlənməsi zamanı yüksək temperatura məruz qalarkən, termiki emala məruz qalarkən, onun tərkibində emal çirkləndiricisi adlandırdığımız iki riskli kimyəvi maddə yarana bilər, emal çirkləndiricisi yarana bilər. Elə məhz dövlət nəzarəti də bundan ötəridir ki, həmin məhsulların emalı zamanı məhsulun təhlükəsizlik və keyfiyyət göstəricilərinə cavab verməsi təmin edilsin. Palma yağı ilə bağlı bir məqamı da istəyərdim vurğulayım. Azərbaycanda bildiyiniz kimi palma yağının ilkin istehsalı yoxdur. Məhsul ölkəyə yalnız ixal olunur. Bu nəzarəti daha da asanlaşdırılır. Çünki ölkəyə dövrəyə buraxılmazdan əvvəl bayaq sadaladığım 3 monoxlor propanediol, bunun adını da deyim icazənizlə, glisidil esterləri və 2 monoxlor propanediol adlı kimyəvi maddələrdir. Bu göstəricilər üzrə məhsullar yoxlanılır və daha sonra dövrəyə buraxılır. Ölkəyə ixal edən şirkətlər və onların təyinatı üzrə istifadəsi zamanı da sonraki mərhələlərdə də nəzarət tətbiq olunur. Bir məsələni də bununla bağlı deyim. Ölkəyə 4 bu məhsulu ixal edən şirkətdə yoxlama həyata keçirilmişdir. Nümunələr götürülmüşdür. 30-dan artıq nümunə müayinəyə cəlb olunmuşdur. Nəticədə 6,5 tona yaxın məhsul məhv edilmişdir və 63 ton məhsul utilizasiya edilmişdir. Yəni, təyinatı qida məqsədli yox, qeyri-qida sabun istehsalına yönəldilmişdir. Bir məsələni də demək istəyirəm, bu palma yağının ətrafında çox vaxt müzakirələr, bildiyiniz kimi bu məhsullar İndoneziya və Malayziya mənşəlidir. Yəni, İndoneziyada və Malayziyada istehsal olunur. Zamanında bu məhsulların palma plantasiyalarının genişlənməsi məqsədi ilə kütləvi şəkildə meşə qırılmaları olmuşdur və bununla da bağlı ekologiyanı müdafiə edən qurumların narazılığına səbəb olmuşdur. İkinci bir məqam da var. Palma yağından ümumiyyətlə 2 cür yağ palma meyvəsindən 2 cür yağ əldə etmək mümkündür. Bir onun meyvəli, lətli hissəsindən, bir də tumundan, yəni çəyirdəyindən əldə edilən yağ. Onun meyvəli hissəsindən əldə edilən yağ qida sənayesində istifadə olunur. Çəyirdəyindən əldə edilən yağın müəyyən fraksiyaları isə qeyri-qida sənayesinə yönəldilir. Kosmetik vasitələr, sabun və digər gigiyenik vasitələrin istehsalında. Narazılıqlar və narahatlıqların bir hissəsi də beynəlxalq arenada bununla bağlı ola bilər ki, həmin qeyri-qida üçün nəzərdə tutulmuş fraksiyaların qida məhsullarının tərkibində istehlakçının süfrəsinə gəlib çıxmasının qarşısı alınsın. Elə bununla da bağlı dövlət tərəfindən qida təhlükəsinə nəzarət edən qurumların fəaliyyəti elə qurulmalıdır ki, buna nəzarət olunsun. Məlumat üçün deyim ki, dünyada heç bir ölkə palma yağını qadağan etməmişdir. Belə bir məlumat yoxdur. Agentliyin ekspertləri bu məsələni istər yerli, istər xarici ekspertlərlə hər zaman, hər müstəvidə müzakirə etməyə hazırdır. Bəlkə hansısa qaranlıq məqamlar və ya suallar qaldısa, dünyada istehsal olunan palma yağlarının 70% sırf qida sənayesinə gedir. Yəni, bu təsadüfi deyil. Dünyanın nəhəng Nestle kimi, Mondelez International kimi, Mars, Ferrero kimi şirkətləri məhsullarında palma yağından istifadə edirlər. Yəni, belə bir qadağı olsaydı, sadaladığım şirkətlərin dünya üzrə şəbəkələri, istehsal şəbəkələri mövcuddur. Yəni, bunlar tamamilə fərqli məsələlərdir, bayaq sadaladığım məsələlər və qida sənayesində istifadə olunan palma yağının təhlükəsizliyi ilə qətiyyən eyniləşdirilməməlidir. Bir məsələni istehlakçılarımız bilməlidirlər ki, hansısa məhsulun orqanizmimizdə həzm olunması üçün, həzmini bilmək üçün ki, bu həzm olunur yoxsa yox, onun ərimə temperaturunu ölçməyə heç ehtiyac yoxdur.
Məhsulun həzmi insan orqanizmində həzm fermentlərinin və öt turşularının təsirindən baş verir. Eyni formada, məsələn, mən burada səsləndirim, palma yağının ərimə temperaturu, onun tərkibində müxtəlif yağ turşularından ibarətdir, müxtəlif növ. Buna görə də 35-38 dərəcədir. Eyni dərəcələrdə də hər kəsin istehlak etdiyi şokolad məhsullarının tərkibindəki kakao yağı da eyni ərimə temperaturuna malikdir. Amma heç kəsdə bu suallar yaranmır ki, görəsən şokolad istehlak edəndə bu əriyəcəkmi mənim orqanizmimdə? Bir alternativ də sadəcə maraq üçün misal deyim. Hamımızın, dədə-babalarımızın min illərlə istehlak etdiyi, hamımızın da sağlam qida kimi qəbul etdiyimiz, bildiyimiz təbii məhsul qoyun quyruğu. Ərimə temperaturu 42 dərəcədir. Ancaq heç birimizi bu sual narahat etmir. Çünki bunun həzmə heç bir aidiyyatı yoxdur.